Qalxanvarı vəzin müayinəsi 2 səmtə gedir. İlk öncə funksional müayinələrdir, UZI-dir və qırmanal müayinələrdir, bu laborator müayinələrdir və nəticə əsasında həm laborator, həm funksional müayinələr nəticəsində biz artıq yekun bir diaqnoz qoyuruq və onun əsasında artıq lazım olan müvafiq müalicəmizi təmin edir. Tamamilə sağlam şəkildə, yəni burada bir pozulma mən görmürəm. Cüzi olaraq struktur pozulması var və bu iki payı birləşdirən boyun hissəni görürük. Boyun hissənin ölçüləri də tam normaldır. Sadəcə sağ payın orta segmentində, sağ payın ortasında bir bıyıqayın balaca xırda bir düyün var. Çox güman ki, bu yanlış bir düyündür, psevdo düyün biz ona deyirik. Ona görə biz onun müalicəsini də aparmaq ehtiyac yoxdur, sadəcə nəzarət lazımdır. Çünki hətta ədəbiyyatda onu deyir ki, 2 milliyə qədər olan düyünlər müalicə olunmurlar və praktiki sağlam kimi qiymətləndirirlər.